Hər vaxtınız xeyir əziz dostlar. Bugün biz praktiki dua adlanan, olduqca dərin, insana təsəlli verən və eyni zamanda çox sistemli bir mətni araşdıracağıq. Bilirsiniz, bu sadəcə quru məlumat yığını deyil. Əslində, daxili dünyamıza tutduğumuz bir güzgüdür. Əgər siz də çətin anlarda mənəvi dəstəyin necə işlədiyini və Allahla necə daha yaxşı ünsiyyət qura biləcəyinizi anlamaq istəyirsinizsə, tam olaraq düzgün yerdəsiniz. Başlayaq. Budur, bugünkü araşdırmamızın qısa xəritəsi. Gündəlik dua həyatımızdan başlayıb, böhran anlarına, cavabsız qalan dualara baxacağıq. Daha sonra İsa'nın dua təliminə və duanın 4 əsas sütununa keçəcəyik. Sonda isə hamımızı düşündürən o böyük suallara cavab axtaracağıq. Birinci hissəmiz gündəlik dua həyatımızdır. Hər şeydən əvvəl öz şəxsi mənəvi vərdişlərimizə kənardan obyektiv şəkildə baxmalıyıq. Mənbə elə ilk sətirlərdən diqqətimizi çəkmək üçün bəzi suallar verir. Özünüzdən soruşun, nə qədər tez-tez dua edirsiniz? Yalnız həyəcan təbili çalınanda, eləmi? Və ya dualarınız həmişə nəsə bir şey istəməkdən ibarətdir? Bəli, bu suallar adamı doğrudan da düşünməyə vadar edir. Biz anlamalıyıq ki, dua həyatımız daimi bir əlaqədir, yoxsa sadəcə ehtiyac çıxış qapısıdır? Biz həqiqətən əlaqə qururuq, yoxsa sadəcə tələb edirik? Bütün bu mətnin əsas fəlsəfəsini anlamaq üçün Zəbur 62-ci fəsil 8-ci ayəyə baxmaq kifayətdir. Ayə deyir ki, hər zaman ona arxalan. Onun huzurunda qəlbini açıb boşalt. Səbəb isə sadədir. Allah bizim əsas pənahımızdır. İrəlidə danışacağımız bütün digər fikirlər məhz bu sarsılmaz təməlin üzərində qurulub. İndi isə keçirik ikinci hissəyə. Böhran içində dua. Gəlin etiraf edək. O güclü imanımız qəfil bir böhranla sınağa çəkiləndə işlər biraz dəyişir, elə deyilmi? Mənbəmiz bunu çox gözəl bir nümunə ilə izah edir. Peyğəmbər İlyasın hekayəsi. Təsəvvür edin, o Karmel dağında möhtəşəm, sözün əsl mənasında sarsılmaz bir qələbə qazanır. Lakin çox qısa müddət sonra onu səhrada dərin bir ümidsizlik içində görürük. Bu ziddiyyət bizə onu göstərir ki, mənəvi yüksəlişlərimiz bir anda necə çöküşlə əvəzlənə bilər. Yəni, hətta ən güclü mənəvi liderlər belə böhranlardan sığortalanmayıb. Bu tamamilə təbiidir. Amma mətn bizi bu cür qaranlıq anlarda tək buraxmır, təsəlli verir. Kainatdakı hər detalı, yaradılışın necə işlədiyini tam anlaya bilmiriksə, Allahın yollarının və düşüncələrimizin bizimkindən qat-qat yüksəkdə olması bizi niyə təəccübləndirməlidir ki? Bəzən bir böhranın səbəbini anlaya bilmirik, çünki böyük rəsmin sadəcə kiçik bir küncünü görürük. Üçüncü hissəmiz. Dualar cavabsız qaldıqda. Bəlkə də inancın ən çətin mərhələsidir bu. Göylərin tamamilə kar və səssiz qaldığını hiss etdiyimiz o ağır anlar. O çətinliyi Xannanın hekayəsində çox aydın görürük. O illərlə xüsusi bir ehtiyacı üçün ümidsizcəsinə dua edirdi. Amma səbirlə gözləməli oldu. Mənbə xüsusi olaraq vurğulayır ki, bu gözləmə müddəti əslində boşuna deyil. O, insanın Allahın mükəmməl vaxtlamasına olan etibarını dərinləşdirmək üçündür. Səssizlik heç də həmişə imtina demək deyil. Deməli, burada əsas məsələ bizim o gözləmə otağında necə davranmağımızdır. Mətn bunun üçün inanılmaz dərəcədə faydalı bir mənəvi audisiyası verir. Allahın iradəsini axtarmaqdan və öz niyyətlərimizi yoxlamaqdan tutmuş, başqalarını fəal şəkildə bağışlamağa qədər. Fikir verirsinizsə, bunların hamısı aktiv addımlardır. Yəni, gözləmək, əllərini qoynuna qoyub oturmaq yox, fəal bir inkişaf prosesidir. Dördüncü hissəyə keçid alırıq. İsa necə dua etməyi öyrətdi? Bura qədərki çətinliklərdən həll yollarına doğru addımlamaq üçün gəlin şəxsən İsa'nın şagirdlərə dua etməyi necə öyrətdiyinə, onun bu ustalıq dərsinə baxaq. Bu cədvəl İsa'nın duasının sadəcə əzbərlənmiş söz yığını olmadığını möhtəşəm şəkildə sübut edir. Bu tamamilə praktiki bir şablondur. Biz göylərdəki atamız deyəndə şəxsi bir münasibəti təsdiqləyirik. Gündəlik çörəyimizi ver deyəndə həm fiziki, həm də mənəvi qidaya ehtiyacımız olduğunu qəbul edirik. Və təbii ki, xətalarımızın bağışlanmasını istəyərkən başqalarını bağışlamağın vacibliyini anlayırıq. Bir sözlə, hər günü düzgün istiqamətləndirmək üçün mükəmməl bir çərçivədir. Beşinci hissə, duanın 4 sütunu. Məhz İsa'nın verdiyi bu çərçivə üzərində qurulan izahlı materialımız
Allaha sanki yaxın bir dostumuz kimi müraciət edərkən üzərində dayanmalı olduğumuz 4 əsas sütunu kəşf edir. Birinci sütunumuz həmdlərdir. Baxın, mətnə görə bu kiməsə yalandan təriflər yağdırmaq deyil. Bu, əslində Allahın kimliyini, onun qurtarıcımız, şəfa verənimiz və yaxşı çobanımız olduğumuz sevgi ilə ifadə etməkdir. Bu sütun dərhal diqqətimizi dar problemlərimizdən çəkib, kainatın yaradıcısına yönəltməyə kömək edir. Çox güclü bir başlanğıcdır. İkinci sütun isə etirafdır. Mənbədə olduqca maraqlı bir psixoloji məqama toxunulur. İnsan Allahın hüzuruna, yəni o mütləq nura nə qədər çox yaxınlaşarsa, öz qüsurlarını və layiqsizliyini bir o qədər də aydın görər. Elə buna görə də günahların silinməsini istəmək və xarakterimizin yoğrulmasına icazə vermək, bu mənəvi təmizlənmənin zəruri bir parçasıdır. Üçüncü sütun xahişlərdir. Məhz burada bizdən konkret olmaq tələb olunur. Ailə, sağlamlıq, maddi çətinliklər və ya iş problemləri. Fərqi yoxdur. Dünyəvi ehtiyaclarımızda Allahın yönəldici əlini xüsusi olaraq istəməliyik. Eyni zamanda çətinlik çəkən dostlarımız üçün də dəstək olmağı unutmamalıyıq. Və sonuncu, dördüncü sütun, şükran. Burada mənbə bizi bir növ sirkələyib özümüzə gətirir. Gözlədiyimiz o böyük kosmik möcüzələri bir kənara qoyun. Bəs hər gün yaşadıklarımız, gözümüzü açmağımız, aldığımız nəfəs, hər gün adi hal kimi qəbul etdiyimiz bu xırda görünən nemətlər üçün şükranlıq bildirmək. Bu, möhtəşəm 4 sütunun tamamlayıcı kodudur. Nəhayət, 6-cı hissəmiz, böyük suallara cavablar. Bu mövzunu yekunlaşdırmazdan əvvəl, gəlin mənbənin toxunduğu o ən qəliz, məntiqi və hətta biraz da fəlsəfi suallara cavab axtaraq. Məsələn, bir çoxları üçün ən böyük məntiqi sual budur. Əgər Allah onsuz da bizim hər ehtiyacımızı içimizdən keçən hər hissi mükəmməl şəkildə bilirsə, o zaman niyə ümumiyyətlə dua edirik? Sadəcə vaxt itkisidir, eləmi? Əsla. Mətn bu suala Ellen White'dan gətirdiyi bir sitatla möhtəşəm şəkildə cavab verir. Sitat belədir. Dua Allaha bizim səviyyəmizə endirmir. O, bizi onun yanına qaldırır. Anlayırsınızmı? Dua Allaha nə isə məruzə etmək deyil. O, bu səs-küyü və tələsik həyatımızda bir anlıq fasilə verib, öz ruhumuzu ona tərəf qaldırmaqdır. Biz Allaha heç nə öyrətmirik. Sadəcə həyatımızın qapılarını onun müdaxiləsi üçün açırıq. Yaxşı, bəs işlər lap əla gedəndə necə? Mətn burada bizi gizli bir düşmənə, qürura qarşı xəbərdar edir. Hər şey yolunda gedəndə, insan asanlıqla hər şeyi özüm həll edə bilərəm illüziyasına qapılır. Bu, özünə yetərlilik hissi duanın qarşısında ən böyük maneədir. Düşünün, əgər qüsursuz mələklər belə daima Allaha ehtiyac duyub ibadət edirsə, biz insanların özümüzə yetərlilik nağılına inanması ən azı məntiqsiz olmazdımı? Əlbəttə olardı. İndi isə praktik bir məqam. Əgər dua zamanı sadəcə monoloq etmək yox, həm də qarşı tərəfi fəal şəkildə dinləmək istəyiriksə, nə etməliyik? Mətn bizə şərq meditasiyalarından fərqli olaraq sadəcə zehnimizi boşaltmağı deyil, onu doldurmağı məsləhət görür. Necə? Müqəddəs kitab oxuyaraq, dua vaxtı kəlam öyrənməsi ilə birləşdirmək, Allahın birbaşa bizim həyatımıza müdaxilə etməsinə imkan yaratmağı deməkdir. Gəldik ən son hissəyə. Sizi olduqca təhrik edici və doğrudan da düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. Əsas məsələ, bu eşitdiklərinizi necə həyata keçirəcəyinizdir. Bugün öyrəndiklərimiz əsaslanaraq, şəxsi böhranlarımızdan tutmuş, İsa'nın verdiyi o 4 möhtəşəm sütuna qədər hər şeyi nəzərə alaraq özünüzə meydan oxuyun. Bu həftə şəxsi dua həyatınıza tətbiq edəcəyiniz tamamilə yeni bir detal nə olacaq? Qoyun bugünkü araşdırmamız sadəcə yaddaşınızda qalan bir bilgi deyil, həyatınızı doğrudan da dəyişən bir vərdişə çevirsin. Nəyi dəyişəcəksiniz? Seçim sizindir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.